Salam, mən Çağrı kurslarının ingilis dili müəllimi Aida Həsənova. Bugündən etibarən 40 günlük buraxılış marafonu çərçivəsində ingilis dili fənni üzrə buraxılış imtahanına ən çox düşən mövzulardan ibarət video dərslər sizlərin diqqətinə çatdırılacaq. Elə isə çox vaxt itirmədən keçək video dərsimizin izahına. Bugünkü qrammatik mövzumuz the noun, yəni isimdir. Azərbaycan dilində ismin qaydasını yadımıza salaq. İsim əşyanın adını bildirən nitq hissəsidir. Eynilə ingilis dilində də belədir. Kim nə sualına cavab verir və elə də ingilis dilində bu olduğu kimi təkrar olunur. What, nə, who isə kim sualına cavab verir. Lövhədən qeyd olunub. Adətən ismin öyrənilməsi zamanı ingilis dilində isim geniş mövzu olduğuna görə onu müxtəlif kateqoriyalara, belə deyək də təsnifata bölürlər. Birinci təsnifatımız ismin quruluşca növləri olacaq. Gəlin ismin quruluşca növləri ilə yaxından tanış olaq. İsmin quruluşca növləri dedikdə Azərbaycan dilində olduğu kimi ingilis dilində də quruluşuna görə 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb isimlər. Sadə isimlər nədir? Sadə isimlər ingiliscə olacaq simple nouns. Simple nouns. Simple nouns dedikdə adından da göründüyü kimi bir kökdən ibarət olan isimlər başa düşülür. Bəs bir kökdən ibarət olan isimlərə hansı isimlər aiddir? Gəlin ən çox işlənən, istifadə olunan isimlərlə yaxından tanış olaq. Məsələn, book ola bilər. Hansı ki, biz buna baxanda bilirik ki, book sözü cəmi bir kökdən ibarətdir. Yanında hər hansısa bir əlavə şəkilçi və yaxud da əlavə sözdən istifadə olunmuyub. Pen ola bilər. Adətən sinif otağında olan sözlər, demək olar ki, hamısı quruluşca sadə olur, sadə isimlərə aid olur. Map ola bilər. Ən primitiv sözləri yazaq. Book, pen, map. Üçü də quruluşca sadədir. Çünki heç bir əlavə şəkilçi və heç bir əlavə sözü yanında istifadə etməyib gördüyümüz kimi. Bunlar sadə isimlər idi. Sadə isimlərin qaydasının hər kəs tərəfindən başa düşüldüyünü ümid edirəm. İndi isə keçək ikinci quruluşumuza. İkinci quruluşumuz olacaq derivative nouns. Derivative deyəndə nəyi başa düşürük? Derivative nouns. Derivative nouns. Honestly. Derivative nouns deyəndə isə quruluşca düzəltmə olan isimləri qavrayırıq. Bəs quruluşca düzəltmə olan isimlər nədir? Adı üstündə olduğu kimi, şəkilçilərin vasitəsilə düzələn isimlər quruluşca düzəltmə isimlər adlanır. Bəs yaxşı, quruluşca düzəltmə olan isimləri xarakterizə edən, yəni onların düzəlməsində iştirak edən əsas şəkilçilər hansılardır? Gəlin ən çox istifadə olunan və buraxılış imtahanlarında ən çox rastımıza çıxan şəkilçiləri qeyd edək. Bunlardan ən çox istifadə olunan ship şəkilçisidir. Hansı ki, ship şəkilçisini biz ən çox hansı sözün tərkibində görürük? Təbii ki, friendship, yəni dostluq sözünün tərkibində görürük. Friendship. İkinci ən çox istifadə olunan sözümüzə, misal kimi, daha doğrusu şəkilçimizə hood şəkilçisini yaza bilərik. Bunu isə görə bilərik biz childhood sözünün tərkibində. Şəkilçilərin hər ikisinə diqqətlə baxsaz görərsiniz ki, hər ikisinin mənası Azərbaycan dilində lıq 4 cür yazılan şəkilçiyə ekvivalentdir. Dostluq, uşaqlıq və s. Növbəti şəkilçimiz olacaq nes. Bəzən sifət düzəldən nes şəkilçisi ilə isim düzəldən nes şəkilçisi səhv salınır. Ancaq bunu çalışaq səhv salmayaq. Çünki bunlar müxtəlif nitq hissələrinə aid olan şəkilçilərdir. Nes şəkilçisinə aid olan bir söz yazaq. Məsələn, bu ola bilər kindness. Diqqət etdinizsə, nes şəkilçisi də burada hansı şəkilçiyə ekvivalentdir? Lıq 4 cür yazılan şəkilçiyə ekvivalentdir. Kindness. Yəni nə? Mehribanlıq. Aydın oldu. Keçək növbəti şəkilçimizə. Növbəti ən çox istifadə olunan şəkilçimizə aid yaza bilərik dom. Və demək olar ki,
testlərin çoxunda kingdom sözü rastınıza çıxa bilər. Kingdom nə deməkdir? Krallıq. Bu da eyni ilə Azərbaycan dilində eyni cür tərcümə olunur. Yəni lık 4 cür yazılan şəkilçiyə ekvivalent olur. Növbəti şəkilçilərimizə keçək. Diqqətli olaq bu məqamda. Or. İngilis dilində peşə düzəldən şəkilçidir. Biz buna yaza bilərik nə? Actor, for example. Waiter. Bu şəkilçilər gördünüz, aktyor, ofisiant peşə şəkilçiləridir. Yəni peşə düzəldən şəkilçilərdir və düzəltdiyi söz peşəyə aid olur, peşəni bildirir. Növbəti şəkilçimiz olacaq məsələn ar. Çox az istifadə olunur, amma istifadə olunur. Məsələn, beggar. Beg dilənmək deməkdir ingilis dilində. Beggar da təbii olaraq bir peşə, daha doğrusu insana aid olan bir sözü yaratdığına görə beggar dilənçi mənasını verəcək. Növbəti şəkilçimiz ola bilər, ICS belə oxusaq, olacaq məsələn, physics. Physics, yəni fizika. Bu daha çox fən adı bildirən isimlərin yaranmasında istifadə olunan şəkilçidir. Növbəti bu şəkilçidir, is şəkilçisi. Bu isə milliyyət bildirən şəkilçidir. Məsələn, Chinese, Japanese də yaza bilərik. Chinese, Japanese milliyyət adını bildirən bir şəkilçidir. Yəni bu tip ismin yaranmasında iştirak edir. Növbəti şəkilçimiz TH. Məsələn, burada strength sözünü yaza bilərik. Güc, qüvvət bildirir. Əslində strong nə deməkdir? Sifətdir və güclü mənasını verir. Burada isə artıq kökündən dəyişir və isim düzəldir. Yəni strengths olacaq. Strengths nə deməkdir? Strengths güc mənasını verəcək. İndi isə davam edirik. Bəzi müxtəlif şəkilçilər vardır ki, onlar da quruluşca düzəltmə olan isimlərin yaranmasında yaxından iştirak edir və kifayət qədər buraxılış imtahanlarında rastımıza çıxan bir nüansdır. Növbəti olacaq chur. Burada biz departure sözünü yaza bilərik, yəni yola düşmə. Gördünüzmü? Burada isə depart ümumiyyətlə yola düşmək deməkdir. Sözün kökü nədir? Feildir. Feil olduğuna görə biz burada şəkilçisini artıranda nə düzəldi? Departure yola düşmə, artıq isim düzəldi. Gördüyünüz kimi bu isim düzəldən şəkilçilər çox şaxəlidir. Yəni sifətdən də isim düzəldə bilir, feildən də isim düzəldə bilir. Və yaxud da biz burada failure yaza bilərik. Yəni uğursuzluq. Aydın oldu mu? Departure. Növbəti şəkilçimiz ola bilər ing. Bu ing müəyyən dərəcədə çox şaxəli bir şəkilçidir. Belə ki, davam edici zamanların düzəlməsində də istifadə olunur. Gerundun yaradılmasında da istifadə olunur və eyni ilə isimlərin düzəldilməsində də kifayət qədər geniş istifadə olunan bir şəkilçidir. Ən məşhur sözümüz hansı sözdür? Building. Gördünüzsə, burada build sözün köküdür və inşa etmək deməkdir. Feildir. Building isə olacaq tikili bina. Tikili bina mənasını verir. Feildən isim düzəldən şəkilçi oldu. Növbəti şın. Şın şəkilçisi. Şın da kifayət qədər geniş istifadə olunan bir şəkilçidir. Müxtəlif sözlərin tərkibində rast gəlmək olar. Ən məşhuru hansıdır? Information sözüdür. Information sözüdür və informasiya mənasını verir. Yenə gördük ki, isimdir. Növbəti şəkilçimiz şın kimi tələffüz olunur. Məsələn, invention yaza bilərik buna aid bir söz kimi. Invention nədir? Invent, ixtira etmək feildir. Feildən nə yaranır? İsim yaranır. Hansı şəkilçinin vasitəsilə? Burada şəkilçisinin vasitəsilə yaranır. Feillərin, daha doğrusu, feillərin və müxtəlif sifətlərin kökünə müxtəlif şəkilçilərin artırılması ilə yaranan isimlərlə, daha doğrusu onların şəkilçiləri ilə tanış olduq. İndi isə keçək quruluşca üçüncü ismimizə. Üçüncü növ ismimiz hansıdır quruluşca? Mürəkkəb isimlərdir. Mürəkkəb isimlər ingiliscə nədir? Compound nouns.
Compound nouns olacaq mürəkkəb isimlər. Mürəkkəb isimlər deyəndə nə başa düşülür? Məlum məsələdir. İki və daha artıq sözlərin birləşməsindən yaranan isimlərə mürəkkəb isimlər deyilir. Mürəkkəb isimlərin yazılışı ingilis dilində müxtəlifdir. Yəni mürəkkəb isimlər yazılarkən onlar bitişik, ayrı və defislə yazıla bilər. Gəlin onlara biraz nəzər salaq. Məsələn, cherry tree ola bilər. Cherry tree albalı ağacı. Bu defislə yazılan bir mürəkkəb isimdir. Cherry isim, tree də isimdir. Merry-go-round məsələn, karusel. Bu da defislə yazılır. Merry-go-round karuseldir. Gördünüzmü? Tərkibində müxtəlif nitq hissələrinə aid olan sözlər birləşir və nəticə etibarilə artıq nə yaranır? Mürəkkəb isim yaranır. Homework. Homework ev tapşırığı. Bu artıq bitişik yazılan mürəkkəb sözə, mürəkkəb sözlərə aiddir. İsmin quruluşca növlərindən artıq kifayət qədər məlumatımız var və buraxılış imtahanında ən çox istifadə olunan nüanslarla sizləri tanış etdim. İndi isə keçək ikinci məqamımıza. Singular and plural nouns. Singular nədir? Tək isimlər. Tək, plural isə cəm mənasını verir. Tək və cəm isimlər nədir? Bunları qeyd edək. İkinci, plural. Singuların qarşısına tək yazıram. Pluralın qarşısına isə nə yazacağım? Cəm yazacağım. Singular and plural nouns. Singular nouns tək isimlər deməkdir. Bunun haqqında çox da geniş danışmağa ehtiyacın olmadığını düşünürəm. Çünki kifayət qədər geniş anlaşılan mövzudur. Heç bir əlavə şəkilçi olmur. Və heç bir cəm şəkilçisi olmur, təkdə işlənir. Yəni təkdə olan isimdir onsuz da. Bunlar nə adlanır? Tək isimlər adlanır. Tək isimlərə misal olaraq məsələn yaza bilərik ki, tree. Gördüyünüz kimi heç bir cəmlik şəkilçisi yoxdur. Sonra apple. Apple nədir? Alma, tree, ağac. Təkdədir. Vəssalam. Bura aydındır. İndi keçirik cəm isimlərin haqqında danışmağa. Cəm isimlər kifayət qədər geniş bir mövzudur. Plural nouns. Niyə geniş mövzudur? Ona görə ki, ingilis dilində isimlərin cəmlənməsi olduqca müxtəlif qaydalar əsasında baş tutur. İndi isə əgər hazırsınızsa, isimlərin cəm formasından danışaq. İsimlərin cəm formasının düzəlməsi normalda ingilis dilində isimlərin cəm forması hansı şəkilçinin vasitəsilə düzəlir? S şəkilçisinin vasitəsilə düzəlir. Məsələn, yuxarıda iki isim yazmışam, tək isimlərə aid. Onların cəm forması necə düzələcək? Sonlarına S əlavə etməklə düzəlir. İndi isə belə qeyd edəcəm. Cəm forması S. Cəm forması S ilə düzələnlər. Trees ola bilər, bəli, apples ola bilər. Bu yəni stabil bir qaydadır. Amma ingilis dilində bəzən elə sözlər olur ki, onların cəm formasını düzəltmək üçün S yox, ES şəkilçisindən istifadə olunur. Onlar hansılardır? Sonu müəyyən şəkilçilərlə bitən isimlər var ki, onların cəm forması necə düzələcək? ES şəkilçisi ilə düzələcək. Yaxşı, bəs onda həmin şəkilçilər hansılardır? Gəlin onları lövhədə qeyd edək. S, double S, CH, TCH, X, O və Z şəkilçiləri ilə bitən və yox hərfləri ilə bitən bəzi sözlər var ki, onlar cəmlənərkən ES şəkilçisindən istifadə edir. Yaza bilərik class. Gördünüzmü? Sonu nə ilə bitib? Double S ilə bitib. Cəmlənməsi necə olacaq? Avtomatik ES şəkilçisinin artırılması ilə cəmlənəcək. Klassı olduğu kimi yazıram.
Daha sonra es şəkilçisini onun sonuna əlavə edib o ismi cəmləndirirəm. Növbəti ola bilər, məsələn, x şəkilçisi hərfi ilə bitən bir sözü cəmləndirək. Box yazıram, məsələn, bura box. Cəmləndirəndə necə cəmlənəcək? Burada qaydaya baxıram avtomatik ki, sonu x ilə bitib. Deməli, cəmləndirəndə es şəkilçisini mən ora əlavə edəcəm. Boxes. Növbəti sözümüz ola bilər, məsələn, quiz yaza bilərəm mən bura. Sonu nə ilə bitibsə? Cəmləndirəndə 2z yazıb, sonra sonuna nə əlavə edəcəm? Es əlavə edəcəm, quizzes. Gördüyünüz kimi bu isimlər sonu müəyyən yəni sadalanan şəkilçilərlə bitən isimlərin cəm forması es ilə düzəldi. Ancaq ingilis dili istisnalarla zəngin bir dildir. Təbii olaraq bu qaydada da biz bir istisnanı göz önündən qaçırtmamalıyıq. Belə ki, istisnamız nədir? Sonu o ilə bitən elə isimlər var ki, onlar latın mənşəli isimlərdir və onlar cəmlənərkən qaydaya məhəl qoymurlar. Yəni sonu o ilə bitsə də biz onu cəmləndirərkən es şəkilçisindən yox, s şəkilçisindən istifadə edirik. Bunlara hansılara aiddir? Kənarda bir şəkildə yazacağam. Buraxılış imtahanında rastımıza çıxa bilər. Məsələn, video latın mənşəli sözdür. Biraz daha səliqəli yazaq. Latın mənşəli sözdür və cəmləndirəndə es ilə cəmlənməyəcək, s ilə cəmlənəcək. Aydın oldu? Videos ola bilər, kilo sözü latın mənşəli sözdür. Cəmləndirəndə kilos olacaq. Kangaroo cəmləndirəndə necə olacaq? Kangaroos olacaq. Aydın oldu. Bu səhifəni bitirdik. Yeni bir səhifə açıram artıq. Bəzi isimlər isə var ki, mən ümumiyyətlə danışdığım müəyyən şəkilçilər var idi ki, onlar es şəkilçisi ilə cəmlənirdilər. Hansı ki, yəni o şəkilçi ilə bitən söz es ilə cəmlənirdi. Qeyd etdiyim istisnalar latın mənşəli olduğuna görə sadəcə s ilə cəmlənəcək, amma bəzi sözlər var ki, onlarda artıq cəmlənmə həm s şəkilçisi ilə baş tutacaq, həm də es şəkilçisi ilə baş tutacaq. Görək həmin o sözlər hansılardır? Baxaq. Tornado, tornado, motto. Bu sözlər var ki, bunlar necə cəmlənəcək? Volcano, doğru yazıram. Buffalo. Bu sözlər cəmlənəndə həm s şəkilçisindən istifadə edir, həm də es şəkilçisindən. Yəni hər iki variant doğrudur. Volcanoes da ola bilər. Volcanoes da ola bilər. Yəni bu yazdığım bu istisna bu hər 4 sözə aiddir. Hansı ki onlar həm s şəkilçisi ilə cəmlənirlər, həm də es şəkilçisi ilə cəmlənirlər. Bunlarda cəmlənmə iki cür baş tutur və hər ikisi də doğrudur. Növbəti keçək qaydamıza. Növbəti qaydamız sonu y hərfi ilə bitən sözlərin cəmlənməsidir. İki söz yazacağım bura. Ən çox səs salınan nüanslardan biridir. Bir toy sözüdür, biri isə baby sözüdür. Cəmlənmələrinə gəlin diqqət edək. Biz bu y ilə bitən sözlərin cəmlənməsi zamanı nəzərə almalıyıq hansı məqamı? Y-dan əvvəl gələn hərfin sait yoxsa samit olmasına fikir verməliyik. Birinci sözümüzdə y-dan əvvəl gələn hərf nədir? O, təbii olaraq saitdir. Bu zaman cəmlənərkən nədən istifadə edirik? Sadəcə s şəkilçisindən istifadə edirik. Toys. Əssalam. Qalan heç nəyə dəymirəm. İkinci sözümüzdə isə y-dan əvvəl gələn hərf baxıram ki, samitdir. Samitdə necə olur? Gəlin baxaq necə olur. Mən y-ya qədər bütün hərfləri olduğu kimi, sözü olduğu kimi yazıram y şəkilçisi istisna olmaqla və yaxud da y. Burada y-i nə ilə əvəz eləyəcəm? is ilə əvəz eləyəcəm. Babies. Gördünüz, y-ni atdım, yəni y-ni buradan silirik və is şəkilçisini, ies şəkilçisini belə deyək, əgər düzgün tələffüzlə desək, sözə əlavə edirik və sözü nə edirik? Sözü beləliklə cəmləşdirmiş oluruq. Keçək növbəti qaydamıza. Növbəti qaydamız nədən ibarətdir? Sonu
F və F şəkilçiləri ilə bitən isimlərə aiddir bu qaydamız. Bəs bu qaydanın düzəlməsi zamanı biz nəyi nəzərə almalıyıq? Yəni bu şəkilçilərlə bitən isimlər necə düzəlir? Gəlin onlara bir ətraflı nəzər salaq. Bunların düzəlməsi zamanı biz ingilis dilində bəzi isimlər var ki, həmin isimlər sonu F və F ilə bitir. Cəmləndirəndə onlar avtomatik bunu F-i və yaxud da F-ni artırırlar və onun yerinə nə yazırlar? Vs yazırlar. Yəni F yerini Vs-ə verir. Gəlin ətraflı baxaq. Məsələn, sözlər üzərində leaf sözü. Cəmlənən zaman F-i biz buradan atırıq və bu cür cəmləndiririk. Leaves. Loaf. Cəmlənən zaman nədən istifadə edirik? Yenə də F-i atacağıq. Bir dəqiqə. Bura leaf yazaq. Leaf. Bura isə loaf yazaq. Cəmlənən zaman nədən istifadə edirik? F-i atırıq ənənəvi qaydada və F-in yerinə vs əlavə edirik həmin söz hissəsinə. Loves. Aydın oldu. Digər sözümüz ola bilər self. Cəmlənən zaman F-i atırıq və yerinə vs əlavə edirik. Selves. Növbəti sözümüz life. Cəmlənən zaman yenə də buradan bu hissə silinir və yerini nəyə verir? Vs-ə verir, yəni life olacaq. Wife. Wives. Növbəti söz ola bilər half. Halves. Calf. Calves. Sözü ola bilər. Knife. Knife necə düzələcək? Burada da F atacağıq, artıq bilirsiniz. Knives. Ola bilsin ki, mənimlə bərabər videonu izləyəndə artıq qaydanı siz mexaniki üsulla tətbiq edəsiniz. Burada bir çətin bir şey yoxdur. Sadəcə dediyim sözlər, burada qeyd etdiyim sözlər əzbərlənməlidir. Burada knife-dır. F yeri səhv düşüb. Burada isə yazıram thief sözü, oğru. Necə cəmlənəcək? Burada da yenə F atacağım. Bu cür cəmləndirəcəm. Qeyd etdiyim sözlər həmin sözlər qrupuna daxildir ki, onlar necə cəmlənirlər? Dediyim üsulla cəmlənirlər. Yəni F və F atılır və yerini nəyə verir? Vs-ə. Görək neçə söz oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Növbəti sözümüz olacaq. Bunları üstdən yazacağım. Sheaf. Sheaves. Shelf. Shelves. Belə. Bu sözlər istəyirsinizsə ekran görüntüsünü ala bilərsiniz. Dediyim qrupa daxildir ki, onlar cəmlənən zaman F, F silinir və yerinə nə artırılır? Vs artırılır. Lövhədə qeyd etdiyim sözlərdən əlavə sonu F ilə bitən elə sözlər var ki, onlar cəmlənərkən yenə də ingilis dilində istisna çox olduğuna, daha doğrusu istisna çox olduğuna görə burada da həmin istisnalardan biri dövrəyə girir və onlar cəmlənərkən vs-ə çevrilmirlər. Sadəcə F-in sonuna bir S əlavə olunur. Məsələn, bu sözlərə aid ola bilər. Yeni bir səhifə açırıq. Roof. Cəmlənərkən sadəcə biz buna S əlavə edirik. Cliff. Cəmləndirərkən S əlavə edirik. Muff. Cəmlənərkən sadəcə S qəbul edir. Yəni, bayaq qeyd etdiyim sözlərdən əlavə yerdə qalan sözlər cəmlənərkən sadə bir formada S-i özünə qəbul edir.
Elə sözlər də var ki, onlar cəmlənərkən, məsələn, worth sözü cəmlənərkən həm sonuna s qəbul edir, həm də o f silinə bilər, onun yerinə vs çevrilə bilər. Eləcə də bu sözlərə məsələn scarf sözü aiddir. Scarf. Həm scarves ola bilər, həm də nə ola bilər? Scarves. Belə. İstisnalarla zəngin bir dil olduğu sübut edildi ingilis dilinin. Bu isə sonu f və f ilə bitən isimlərin cəmlənməsi haqqında idi. İndi keçək əsas məsələyə. İngilis dilində olan bəzi isimlər var ki, onlar cəmlənərkən bayaqdan danışılan heç bir qaydaya əməl etmirlər. Yəni nə sonuna s əlavə olunur, nə es əlavə olunur, nə də ki vs əlavə olunur. Onlar cəmlənərkən birbaşa kökündən dəyişərək özlərini cəmləndirirlər. Bu isimlərə ingilis dilində qaydasız isimlər deyilir. Yaxşı, baxaq görək qaydasız isimlər hansılardır. Mən kişi cəmlənərkən heç bir şəkil çağırtırılmır. Sadəcə kökündən dəyişir və men olur. A woman cəmlənərkən necə olacaq? Cəmlənərkən woman olacaq. It choose cəmlənir kökündən dəyişib olur tis, yəni diş, dişlər. Goose, qaz. Giys olacaq, qazlar. Loose, bit. Lice, bitlər. Bitlər. Növbəti sözümüz mouse. Necə olacaq cəmlənərkən? Mice. Sonuncu sözümüz foot sözüdür. Foot. Cəmlənərkən təkdə ayaq, cəmlənərkən yenə də kökündən dəyişir və fit olur. Gördüyümüz kimi 1, 2, 3, 4, 5, 6, 7. İngilis dilində 7 isim var ki, onlar cəmlənmək üçün tamamilə özlərini köklərindən dəyişirlər. Növbəti cəmlənmə üsulumuz en şəkilçisidir. Hansı ki, ingilis dilində qəbul imtahanları, daha doğrusu buraxılış imtahanına düşür. Oxen cəmlənərkən, yəni bəzən ola bilər ki, abituriyentlər belə bir səhvə yol versinlər, ox yazıb sonuna s əlavə etsinlər. Xeyr, bu qaydadan deyil, yəni qaydadan kənar bir şeydir və səhvdir. Ona görə də cəmlənərkən nədən istifadə olunur? İyəndən istifadə olunur. Və yaxud da child sözü cəmlənərkən s-dən istifadə etmirik. Cəmləndirərkən nədən istifadə edirik? Sadəcə en şəkilçisindən istifadə olunur. Children. Aydın olduğunu düşünürəm. Bu isə tək və cəm isimlər idi. İndi növbə sayılan və sayılmayan isimlərindir. Sayılan və sayılmayan isimlər buraxılış imtahanına kifayət qədər düşən və eyni zamanda abituriyentlər tərəfindən bəzən müəyyən dərəcədə çaşqınlığa səbəb olan mövzudur. Ancaq biz çalışacağıq ki, indi bu çaşqınlığı aradan qaldıraq. Əmələ yazaq. Sayılan, countable. Countable nouns. Sayılan isimlər, uncountable nouns. Uncountable nouns, sayılmayan isimlər. Sayılan isimlər dedikdə nə başa düşülür? Ümumiyyətlə, gəlin bu təsnifatın bir tərifini verək. Sayılan isimlər deyəndə gözlə görülən, sayılan, əllə tutulan isimlər, yəni toxunula bilən isimlər nəzərdə tutulur. Sayılmayan isimlər isə bunun əksinə olaraq gözlə görülə bilər, ancaq sayılması mümkün deyil. Və yaxud da gözlə görünmür və təbii olaraq da sayılması mümkün deyil. Təbii olaraq istisnalar var. Bəzən elə istisnalar olur ki, onlar gözlə görülmür, hər hansı bir hissiyatla bağlı olan isimdir. Ancaq ingilislər onu ingilis dilində o istisnaya daxil olaraq, yəni sayıla bilən isim kimi qəbul olunur. Buna yaxın dəqiqələrdə toxunacağam bu mövzuya. İndi isə əvvəla sayılan və sayılmayan isimlərin müqayisəli şəkildə bir izahını aparaq. Bu tərəf sayılan isim
Qısaca count yazıram. Bu tərəf isə sayılmayan isimdir. Sayılan və sayılmayan isimlərin arasında olan fərqlərdən gəlin danışaq. Birincisi, sayılan isimlərin qarşısında ən artiklı işlənə bilər. Normaldır. Sayılırsa qarşısında və təkdirsə qarşısında ən artiklı işlənəcək. Sayət ilə başlayırsa ən artiklı işlənəcək, samit ilə başlayırsa artiklı. Düzdür, bəzən ola bilər ki, o hər hansısa bir söz U hərfi ilə başlasın, amma səslənmədə U səsini verdiyinə görə, məsələn, uniform, orada artıq biz tələffüzə baxırıq. Yəni, ən uniform yox, uniform deyəcəyik. Yəni, bu məqamlara da diqqət yetirmək lazımdır. Sayılan isim ən artiklı ilə işlənə bildiyi halda, sayılmayan isim ən artiklı ilə işlənə bilmir. Belə bir ixtiyarı yoxdur. İkinci xüsusiyyətimiz, təbii olaraq əgər bir şeyi biz saya biliriksə, onu cəmləndirə bilirik. Yəni, cəmləndirmə mümkündür. Yəni, gəlin cəmləndirmə yazım. Ancaq sayılmayan isimlər cəmlənmir. Gəlin belə yazaq, cəmlənir. Çünki ola bilər ki, ekrandan fərqli görünsün. Cəmlənir. Cəmlənir. Sayılmayan isim isə nə olmur? Qəti surətdə cəmlənə bilmir. Yəni, məntiqlə yanaşsaq təbii olaraq, əgər mən bir şeyi saya bilmirəmsə, onu necə cəmləndirə bilərəm? Yəni, bu məntiqlə yanaşanda başa düşülür. Növbəti xarakterik xüsusiyyətimiz odur ki, sayılan ismin qarşısında təbii olaraq mən saya bilirəmsə, onun qarşısında hər hansısa bir kəmiyyət bildirən söz işlədə bilərəm. Kəmiyyət bildirən söz işlənir. İşlənir. Ancaq sayılmayan ismin qarşısında heç bir halda kəmiyyət bildirən söz işlənmir. Aydın oldu mu? Məsələn, book yazıram. Misal kimi, book. Sayılan isimdir. Qarşısında ən artiklını işlədə bilərəm. Burada da B ilə başladığına görə mən artiklını işlədirəm. Cəmləndirə bilərəm. Okey, burada yoxdursa books yaza bilərəm. Kəmiyyət bildirən sözdə təbii ki, qarşısında işlədə bilərəm. Məsələn, yaza bilərəm ki, 5 books. Okey, bu normaldır. Ancaq sayılmayan isimlərdə sayılan isimlərdə dediklərimin heç biri mümkün olmur. Yəni, water yazıram, məsələn, maye bildirən isimdir. Bilirsiniz, maye bildirən isim sayılmır. Bu haqda danışacağım. Qarşısında ən artiklı işlədə bilərəm. Yox, işlədə bilmərəm. Qarşısını cəmləndirə bilərəm. Xeyr, saya bilmirəmsə necə cəmləndirə bilərəm? Mümkün deyil. Qarşısında kəmiyyət bildirən söz işlədə bilmərəm. Məsələn, burada 5 books yazmışdım, amma burada 5 water və 6 water yazdım. 6 water yazmaq mümkün deyil. Yəni, heç bir kəmiyyət bildirən söz nə olmur? İşlənmir. İndi isə keçək. Yeni bir səhifə açaq və sayıla bilməyən isimlərin haqqında daha geniş danışaq. Bundan əvvəl bir məqamı da diqqətinizə çatdırım. Bəzi sözlər vardır ki, onlar yazacağım bura. Sayılan, sayılmayan, yenə də eyni bir şey qurum. Uncountable. Bunu belə Venn diaqramı ilə qursam daha məqsədə uyğun olacaq deyə düşünürəm. Deməli, sayılan və sayılmayan isimlər. Buraya yazacağım countable. Buraya yazacağım both, yəni hər ikisi. Buraya isə uncountable yazacağım, yəni sayılmayan isimlər. Bəzi sözlər var ki, onlar sayıla bilən isimlərlə işlənir. Bəziləri isə sayılmayan isimlərlə işlənir. Bəziləri isə hər ikisi ilə işlənir. Buraya yaza bilərik many. Sayılan isimlərlə işlənir, çoxlu deməkdir. Much isə yenə də çoxlu deməkdir, amma sayılmayan isimlərlə işlənir. Few, a few, very few, only a few kimi sözlər yalnız nə ilə işlənir dedik? Sayılan isimlərlə işlənir. Yəni siz bunu hər hansısa bir testdə, ola bilər ki, sayılmayan ismin qarşısında gördünüz, avtomatik bilməlisiniz ki, həmin variant səhvdir. Heç bir halda doğru cavab kimi qəbul oluna bilməz. Davam edək. Başqa hansı söz ola bilər? A number of,
The number of və several sözləri. Təbii olaraq bu sözlər nə ilə işləndir? Sayıla bilən isimlərlə işləndir və cəmlənirlər. Ancaq sayılmayan isimlərə gəlin qayıdaq. Much çoxlu deməkdir. Many də çoxlu deməkdir. Many sayıla bilən isimlərlə işlənir. Much isə sayıla bilməyən isimlərlə işlənir. Few az deməkdir. Little də az deməkdir. Few sayılanlarla işlənir. Little isə sayılmayan isimlərlə işlənir. Very little, only a little. Burada mütləq şəkildə a artiklından istifadə olunmalıdır. Only a little. Bu sözlər nə ilə istifadə olunur? Sayılmayan isimlərlə istifadə olunur. Və gəlin hər ikisindən danışaq. Hər ikisi ilə istifadə oluna bilər. Few, daha doğrusu, üzr istəyirəm. A lot of. A lot of işlənə bilər bu isimlərlə. Some, any, no. Və plenty of. Bu sözlər isə, bu ifadələr isə daha doğrusu hər ikisi ilə həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənir. Bu Venn diaqramını da istəsəz ekran görüntüsü kimi götürə bilərsiniz. Mən kənarda dayanım. Aha. Heç bir hər hansısa bir başa düşülməyə məqamın qalmadığını düşünürəm və keçirəm növbəti sayıla bilməyən isimlərin haqqında daha geniş danışmağa. Çünki dərsin əvvəlində dediyim kimi isim kifayət qədər geniş mövzudur və onlardan danışmaq müəyyən dərəcədə bir vaxt tələb edir və üstəlik detallarına qədər izah da tələb olunur. Sayılmayan isimlərdən danışarkən biz vurğuladıq ki, onlar müxtəlif nəyə bölünür? Yəni qruplara bölünür. Belə deyək də, müxtəlif qruplara aid olan isimlər var ki, onlar ümumiyyətlə sayılmayan isimlər qrupuna daxildir. Bunlar hansılardır? Ən birinci maye halında olan isimlər sayıla bilmir. Maye halında olan isimlər. Bunlar nədir? Ağlınıza gələn bütün maye halında olan isimlər ola bilər. Nə istəyirsinizsə deyə bilərsiniz. Yəni ola bilər, məsələn, water, ən çox istifadə etdiyimiz, tea, cafe, tea, cafe, juice və s. Blood, qan. Şərt deyil ki, təkcə qida məhsulu olsun. Qeyri-qida da ola bilər və qeyri-qida əgər maye halındadırsa, təbii olaraq orada o isim sayıla bilməyən isimlər qrupuna daxildir. İkinci, qaz halında olan maddələr. Qaz halında olan maddələr. Bunlara nə aiddir? Qaz halında olan maddələrə nə aiddir? Məsələn, deyə bilərik biz burada steam, buxar, oksigen və s. Yəni, qaz halında olan bütün maddələr nədir? Artıq bunlar, məsələn, nitrogen də yaza bilərsiniz. Bunlar sayılmayan isim hesab olunur. Üçüncü yaza bilərik yeyinti məhsulları. Yeyinti məhsulları deyəndə ağlınıza nə gəlir? Yəni, qidalar, yeyinti məhsulları sayılmayan isimlər qrupuna daxildir. Yeyinti məhsullarını qeyd edərkən onu da qeyd etməliyəm ki, toz, dənəvər halında olan maddələr də sayılmır. Hansı ki, belə yadda saxlaya bilərsiniz ki, kilo ilə alınan bəzi məhsullar var, hansı ki, onları ədədlə almaq mümkün deyil. Ola bilər şəkər tozu olsun, ola bilər müxtəlif paxlalı bitkilər olsun. Onları alarkən kilodan istifadə, kilo halında aldığımıza görə onlar sayılmayan isimlər qrupuna daxildir. Yəni onların bir-bir sayılması mümkün deyil. Eləcə də məsələn dust, toz sözü, o da kiçik hissəcikdən ibarət olduğuna görə biz onu saymırıq. Məsələn, food yazaq bura. Food sayılmır. Bread çörəkdir, sayılmır. Bread çörək sayılmır. Sonra un sayılmır. Belə yadda saxlayın ki, undan çörək hazırlanır. Heç biri nədir? Sayılmır. Bəzən deyirlər ki, abituriyentlər belə bir sual ünvanlayırlar ki, axı biz
çörək sayırıq, bir çörək, iki çörək. Xeyr, biz birbaşa ingilis dilində two breads və yaxud da five breads demirik. Deyə bilərik two loaves of bread. Yəni burada artıq birbaşa nə işlənmir? Biz artıq burada hissə bildirən sözdən, loaf sözündən istifadə edirik və onu cəmləndiririk. Birbaşa two breads ifadəsini işlətməyimiz qəti şəkildə düzgün deyil. Növbəti kateqoriyamız, hissəmiz, qrupumuz ola bilər nə? Fəaliyyətlər ola bilər. Gerund. Məsələn, deyirik ki, swimming. Swimming üzgüçülük ola bilər. Məsələn, sonra nə ola bilər? Running, qaçış. Qaçış. Jogging, asta yeriş və s. Bunlar nədir? Bunlar fəaliyyətdir və fəaliyyət də təbii olaraq nədir? Sayılmır. Növbəti yaza bilərəm. Elm, fən adları. Elm, fən adları. Onu qeyd edim ki, təbii olaraq əgər bu sayılmayan isimlər qrupuna daxildirsə bizim danışdıqlarımız, o zaman bunlar nə olmur? Cəmlənmir, qarşılarında artikl işlənmir və eyni zamanda qarşılarında hər hansısa miqdar sayı işlənə bilmir. Bunlara istədiyiniz bir fənnin adını yaza bilərsiniz, çünki heç bir halda həmin fənlər nə olmur? Sayıla bilmir. Xəstəliklər ola bilər. Xəstəliklər. Keşke elm fən adlarını yazaq. Buna aid salımız olsun. Geography məsələn. Mathematics. Bunlar nədir? Sayılmayan isimlər qrupuna daxildir. Xəstəliklər. İstənilən xəstəlik halımıza gələ bilən xəstəlik nə olmur? Sayıla bilmir. Cancer məsələn, measles, qızılca və s. etc. Bunlar sayılmayan isimlər qrupuna daxildir. Gördüyünüz kimi sayıla bilməyən isimlər qrupu olduqca geniş bir mövzudur və bunları müxtəlif kateqoriyalara bölərək, qruplara bölərək yadda saxlamaq vacibdir. Gəlin indi möhtəşəm istisnalarımıza keçək. İstisnalar təbii olaraq hər bir şeydə var, o cümlədən hər bir fəndə var. İngilis dilində bu istisnaların sayı deyərdim ki, biraz çoxdur. Bəli, etiraf edirəm. İndi keçək istisnalardan danışmağa. Sayılmayan isimlər, yəni uncountable nouns bölməsində istisnalar var ki, bizim əvvəlcədən dediyimiz qaydanın üstündən bir xətt çəkir. Yəni biz əvvəlcədən nə deyirik? Deyirik ki, gözümüzlə görmədiyimiz isimlər nə olmur? Sayılmır. Amma bəzi gözümüzlə görmədiyimiz isimlər var ki, onlar ingilis dilində istisnalara daxil olaraq sayıla bilirlər. Gəlin görək onlar hansılardır. Yazıram. Idea. Təbii olaraq idea, məsələn, birinci sözdür, yəni o sözlərdən biridir, hansı ki nədir? Yəni, mücərrəd olsalar da sayıla bilən isimlərdir. Gəlin, sizə rahat olsun deyə mən başlıq kimi yazım, qeyd etmək istəmiş ola bilərsiniz. Mücərrəd olub, sayılan isimlər. Bunlar hansılardır? Baxaq. Idea. Sayılırsa qarşısında artikl işlətməliyəm. Impression. Problem. Cəmlənirlər. Təbii olaraq. Cəmlənir, qarşısında artikl işlənir və qarşısında miqdar bildirən, miqdar sayı işlənir. Idea, impression, problem, sayılır, hope, our, wish, dream, a wind, bəli, a wind. Təəccübləndiyinizin fərqindəyəm, hiss edirəm onu. Çünki wind küləkdir. Düşünə bilərsiniz, külək necə sayılır? Bəli, amma bu istisnadır və sayıla bilən isim hesab olunur ingilis dilində. Eləcə də cloud, bulut. Buludu normalda saymaq mümkündürmü? Xeyr. Amma ingilis dilində bulut necə isimdir? Sayıla bilən isimdir. Cloud. Sonra davam edirik. Storm sayılır. A voice,
sayıla bilən isimlərə daxildir. A joke. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bəli, ingilis dilində nəticə etibarilə ümumiləşdirək. 12 dənə isim var ki, onlar nədir? Mücərrəddir. Və yaxud da məsələn, burada mücərrəd olmayan isim var. Cloud, məsələn, mücərrəd deyilir. Buludu gözümüzlə görə bilirik. Bu isim gözlə görülür, amma nədir? Sayılması mümkün deyil, amma bu sayılır. Yerdə qalan isimlər isə nədir? Yerdə qalan isimlər baxırıq ki, mücərrəddirlər, ancaq yəni biz onları gözlə görə bilmirik. Sadəcə bizə hissiyat kimi o gəlir. Ancaq onlar nədir? Sayıla bilən isimlər qrupuna daxildirlər. İstəsəz bunun da ekran görüntüsünü ala bilərsiniz, əziz abituriyentlər. Odur ki, biraz kənara çəkilirəm. İndi isə davam edirik. Davam edirik nə ilə? Aha. Qəbul imtahanlarında, buraxılış imtahanlarının, belə deyək, buraxılış imtahanlarında ən çox istifadə olunan, ismə aid olan bir nüansda, isim mövzusuna aid olan bir, belə deyək də, qrupda nəyə aiddir, nədir? Possessive case, ismin yəlik halıdır. Possessive case və yaxud da ona genitive case deyə bilərik. Nədir possessive case və yaxud da genitive case? Yəni yəlik haldır. Yəlik hal deyərkən nə nəzərdə tutulur? Onun haqqında danışacağım, ancaq başlıq kimi yazaq. Possessive or genitive case. İsmi yəlik hal deyərkən Azərbaycan dilində yəlik hal necə düzəlir? In və yaxud da nın 4 cür şəkilçisinin artırılması ilə düzələn haldır ismi yəlik halı. İngilis dilində isə necə olacaq? İngilis dilində ismi yəlik halı canlı isimlərdə fərqli, cansız isimlərdə isə fərqli yollarla düzələcək. Gəlin ətraflı bir nəzər salaq. İsmi yəlik halının düzəlməsi üçün canlı isimlərdə biz apostrof s, tək isimlərin, tək canlı isimlərin yəlik halını düzəltmək üçün apostrof s-dən, cəm isimlərin yəlik halını düzəltmək üçün isə sadəcə nədən istifadə edirik? Apostrofdan istifadə edəcəyik. Baxaq, məsələn deyirəm ki, a student's book. Nə deməkdir student's book? Yəni şagirdin kitabı. Gördünüzmü? Student nədir? Şagird və yaxud da tələbə. Və student burada təkdədir, insan anlayışını ifadə edir. Buna görə də yəlik halını düzəltmək üçün yalnız apostrof s-dən istifadə etdim. Vəssalam. Ancaq elə isimlər ola bilər ki, o cəmdə olsun. Məsələn, student sözü cəmdə olsaydı, təbii ki, qarşısında e artiklı işlənməyəcəkdi. Deyirəm ki, students. Burada necə düzələrdi yəlik hal? Təbii olaraq artıq bu cəmlənib. Bir dənə apostrofdan istifadə edəcəkdik. Vəssalam. Və bu sözünü bura yazacaqdıq. Bu sənin aydın olduğunu düşünürəm. İsmin yəlik halının düzəlməsində sadəcə olaraq, yəni, bundan ibarət deyil. Bu haqda hələ daha geniş danışacağım. Sadəcə olaraq, bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, təki və cəmi eyni olan isimlər, biraz arxaya qayıdaq, biraz arxa mövzuya qayıdaq. Təki və cəmi eyni olan bəzi isimlər var, hansı ki, onlar cəmlənərkən yenə də qaydaya məhəl qoymurlar. Yəni sonuna s filan əlavə etmirlər. S, es və yaxud da vs çevrilmə, bunların heç biri yoxdur. Bəs bunlar necə cəmlənir? Bunlar cəmlənərkən sadəcə bir artikılla öz fərqlərini ifadə edirlər. Yəni qarşılarında artikl olarsa, necə olacaq? O təkdə hesab olunacaq. Artikl yoxdursa cəmdə. Amma görüntü etibarilə eyni olacaq. İndi daha ətraflı vizual olaraq sizlərə göstərim. Məsələn, a deer, maral. Cəmlənərkən sadəcə artikl atılacaq və deer olaraq yazılacaq. Və bu a deer təkdədir, deer isə cəmdədir. A sheep, qoyun. Qoyun sözü necə cəmlənir? Sadəcə e artiklı atılır və sheep yazılır. Növbəti fish. A fish. Nə deməkdir a fish? Fish. Balıq cəmlənərkən fish filan olmur. Sadəcə nə olacaq? Fish olacaq. Növbəti swine. Donuz sözü.
Donuz cəmlənərkən sadəcə swine artiklını biz atırıq, aradan qaldırırıq və swine sözünün olduğu kimi yazıb donuz sözünü cəmləndirib donuzlar mənasını vermiş olur. Daha sonra salmon, qızıl balıq. Cəmlənərkən necə olacaq? Sadəcə və sadəcə artiklı yenə də atılacaq. Bunlar yazmaqda məqsədim nədir? Həm bayaqki qaydamıza bir əlavə olsun deyə, yəni cəm isimlərin düzəldilməsi, plural nouns və həm də biz bunların yəli çalının düzəlməsi üsulu ilə indi tanış olacağıq. Deməli, bildirmək istədiyim nədir? Birinci, təki və cəmi eyni olan isimlər və ikinci, kökündən dəyişərək cəmlənən isimlər var idi. Bayaq biz 7 dənə var idi. Elə 7-sini də yazdıq. Onların yəlik halı, yəni kökündən cəmlənərək dəyişən isimlərin yəlik halı, bir də təki və cəmi eyni olan isimlərin yəlik halını düzəldərkən biz nədən istifadə edirik? Apostrof S-dən istifadə edirik. Yəni, məsələn, edir, eşib və s. Bunları biz yəlik halını düzəldərkən apostrof S artırırıq və s. Və yaxud da a woman sözünün yəlik halını düzəldərkən apostrof S-dən istifadə edirik. Yəni, bir daha təkrarlayaq. İki qrupa daxil olan sözlər var ki, onlar hansılardır? Yəlik halı, daha doğrusu cəmi kökündən dəyişməklə düzələnlər və bir də təki və cəmi eyni olan isimlər yəlik halını düzəldərkən apostrof S-dən istifadə edir. İndi isə biz keçək cansız isimlərin yəlik halının düzəlməsi haqqında biraz danışaq. Cansız isimlərin yəlik halını düzəltmək üçün biz ofdan istifadə edirik. Məsələn, stolun ayağı demək istəyirəm. Stolun ayağı deyərkən mən necə düzəldəcəm həmin ifadəni? Baxıram ki, stol cansızdır, masa daha doğrusu belə deyək, masa cansızdır. Masanın ayağı ifadəsini, söz birləşməsini düzəltmək üçün the leg of the table. Bu cür düzəldirəm, yəni ofdan istifadə edirəm və ofla, yəlik halı ofla düzələn birləşmələrin, isimlərin tərcüməsi yadınızda saxlayın, sağdan sola olur. Yəni soldan sağa yox, sağdan sola, masadan başlayırsınız, legə qədər tərcümə edərək gedirsiniz. Masanın ayağı. Belə. Bəzən isə qeyd edim ki, biz deyirik ki, canlı isimlərin yəlik halını düzəltmək üçün apostrof S və sadəcə apostrofdan istifadə olunur əgər cəmdədirsə. Bəzən isə elə olur ki, isim cansızdır, baxırıq ki, amma onun yəlik halını düzəltmək üçün biz nədən istifadə edirik? Yenə də istisnalar, apostrof S. Apostrof S canlı ismə aid olsa da, bəzi qrupa daxil olan isimlər var ki, onların yəlik halı apostrof S-lə düzələcək, cansız olsalar belə. Gəlin onlar haqqında da danışaq. Birinci, nə ola bilər? Məsafə və zaman bildirən isimlər. Məsafə və zaman bildirən isimlər var ki, onların yəlik halı apostrof S-lə düzələcək. Məsələn, 5 kilometrlik yol deyirik. Necə deyəcəyik 5 kilometrlik yolu? Baxaq. 5 kilometers. Görürsünüz, kilometrsi artıq cəmdədir deyə. Bu cəmdə olsa apostrofla düzələcək. Burada bir problem yoxdur. S, way. 5 kilometrlik yol deyirəm, məsələn. Gördünüz? Məsafə bildirdi və apostrof S-lə cəmdə olduğu üçün də sadəcə apostrofla mən onun yəlik halını düzəltdim. İkinci, ola bilər ki, fəsillərin, günlərin, ayların yəlik halı nə ilə düzələcək? Yəlik halı apostrof S-lə düzələcək. Məsələn, mən demək istəyirəm ki, qışın şaxtası. Deyirəm, winters frost. Qışın şaxtası. Gördünüz, fəslə aid olduğuna görə yəlik halı necə düzəldi? Apostrof S-lə düzəldi. Eləcə də mən fəsil yox, onun yerinə arası bir gün Monday yazsaydım və yaxud ay olaraq July yazsaydım, onların da yəlik halı apostrof S-lə düzələcəkdir. Üçüncü, ölkələrin, şəhərlərin yəlik halı nə ilə düzələcək? Yəlik halı apostrof S-lə düzələcək. Bir misal olaraq yaza bilərəm ki, məsələn,
Bakı gecəsi. Bakus night. Nə oldu? Və yaxud da nights, Bakı gecələri. Bu nə oldu? Deməli, cansız olsa da yəl çalı apostrof ilə düzələn isimlər qrupuna daxil oldu. Ölkələrin, şəhərlərin yəli çalının düzəlməsi. Dördüncü və sonuncu qrupumuz isə nədir? Dünyada yeganə olan bəzi şeylər var. Məsələn, the moon, ay, the sun, günəş, the earth, yer və yaxud da sözləri var. Bunu qeyd edim. Belə şifahi qalmasın. The moon, the sun, the earth, river, ocean. Sonra nə ola bilər? Orada ship və s. Burada vessel filan da var. Yəni və s. Bu sözlərin yəlik halının düzəlməsi üçün biz apostrof s-dən istifadə edirik. Məsələn, necə deyə bilərik? Ayın səthi demək istəyirəmsə, yazacağam ki, the moon's surface. Gördünüz, yəlik halı nə ilə düzəldi? Apostrof s ilə düzəldi. Buranın kifayət qədər, bu hissələrin kifayət qədər aydın olduğunu düşünürəm. Apostrof s ilə bağlı qeyd etmək istədiyim bir-iki məqam var, onları da qeyd edim. Apostrof s-in düzəlməsində biz diqqət etməliyik nəyə? Bəzən sizə cümlələr verilə bilər və həmin cümlədə sizdən yəlik halının tapılması tələb oluna bilər. Əvvəla biz yəlik halı cümlədə necə tapırıq? Gəlin onunla bağlı iki qaydanı, ipucunu sizə öyrədim. Məsələn, bir cümlə çıxıb qarşınıza. Yazıb ki, the phone ringing. Və yaxud da deyirik ki, Aida's answer surprised everyone. Sizdən tələb olunur ki, bu iki cümlədən birində, bir cümlədə olan apostrof s yəlik halı bildirir və siz onu tapasınız. Necə tapırsınız? Ola bilər ki, sözlərin bəzilərinin mənasını bilmirsiniz. Okey, aydın oldu. Burada siz iki yoldan istifadə edirsiniz. Birinci yol nədir? Birinci yol baxırsınız ki, apostrof s-dən sonra mütləq şəkildə isim gəlməlidir ki, həmin apostrof s nə hesab olunsun? Yəlik hal hesab olunsun. Ola bilər ki, birbaşa isim gəlməsin. Ola bilsin ki, apostrof s-dən sonra sifət gəlsin, amma sifətdən dərhal sonra nə gəlsin? İsim gəlsin. Bu mütləq şəkildə yəlik hal hesab olunur. Biz isə baxırıq ki, apostrof s-dən sonra gələn ringing sözü gəlib yaxşı. Abituriyent ring sözünün mənasını ola bilər ki, bilməsin. İndi keçirəm ikinci yola. Hansı ki, mən apostrof s-in yəlik hal olduğunu bilməliyəm. Baxdım ki, apostrof s-dən sonra gələn söz isimdirmi, onu bilmirəm. İkinci üsulda biz baxmalıyıq ki, əgər cümlədə xəbər varsa, cümlədə xəbər var yoxsa yox. Əgər cümlədə xəbər varsa, deməli o apostrof s yəlik halı bildirir. Baxıram, cümlədə mən deməli, xəbəri tapa bilmirəm. Xəbər yoxdursa, deməli, buradakı bu apostrof s əslində yəlik hal deyil. Apostrof s izin qısaltmasıdır və cümlədə xəbər indiki davam edici zamanda işlənib. İkinci cümlədə Aida's answer surprised everyone. Yenə də birinci qaydamız nə oldu? Yəlik halının tapılması üçün. Birinci qayda odur ki, apostrof s-dən sonra nə gəlməlidir? Mütləq isim gəlməlidir. Mütləq isim. Mütləq isim gəlirmi? Bir baxaq. Dedi ki, apostrof s-dən sonra gələn sözün mənasını bilmirik. Okey, keçirik ikinci üsula. İkinci üsulda baxırıq ki, cümlədə xəbər yoxdursa, onda apostrof s yəlik haldır. Possessive case or genitive case. Baxıram.
İkinci cümlədə də hər iki yoldan istifadə etdim. Apostrof s-dən sonra baxıram ki, isim gəlib, answer cavab deməkdir. Deməli, bu yəlik haldır. Və yaxud da answer sözünün mənasını heç bilmirdim. Cümlənin sonuna qədər baxıram ki, xəbər varmı? Okey, surprise xəbərdir. Bu xəbərdirsə mütləq şəkildə apostrof s-dən sonra gələn söz isimdir və apostrof s yəlik halı bildirir. Sonuncu məqamını da diqqətinizə çatdırıb artıq videonun sonuna çatmış oluruq. Sonuncu məqamımız nədən ibarətdir? Yadda saxlamaq lazımdır ki, bədən üzvləri ortaq ola bilməz. Məsələn, deyirəm ki, bir cümlə verilib, orada hair sözündən istifadə olunub. Ümumiyyətlə, göz, ay, burun, nos, saç, hair. Bunlar bədən üzvləri hesab olunur və əgər cümlədə 2 mübtəda varsa, fərqi yoxdur və yaxud da 3 şəxs adı verilibsə, onda onların hər birindən sonra biz nə artırmalıyıq? Apostrof s artırmalıyıq. Məsələn, yazıram ki, Aida and Laman hair is black. Baxıram ki, hair nədir? Saç. Saç nədir? Bədən üzvü. Aida və Laman 2 müxtəlif şəxslərdir və onların saçı heç bir halda ortaq ola bilməz. Təbii ki. Burada nədən istifadə edirəm? Təbii ki, hər ikisindən sonra apostrof s qoymalıyam. İnsan adı cəmlənə bilməz ki, s yazıb sonra apostrof yazmayın. Yəni, bu səhvə yol verməyin. Aida'dan sonra da apostrof s, Lamandan sonra da apostrof s və nə gələcək? Hair is black. İndi bəzi abituriyentlər sual verə bilərlər ki, bəs axı, yaxşı, saç hər ikisi ayrı, belə deyək də, ayrı-ayrı şəxslərə aiddirsə, bəs onda niyə biz hair cəmləndirmirik? Yəni, saç sözünü. Yadda saxlayın ki, hair nədir? Sayılmayan isimdir. Sayılmayan ismin xüsusiyyəti nədir? Cəmlənə bilmir. Yaxşı, cəmlənə bilmirsə, onda deməli burada nədir? Xəbər nədə olmalıdır? Təkdə iz olmalıdır. Çünki hair cəmlənə bilmir. Belə, əziz izləyicilər, bugünkü the noun, yəni isim mövzusunun izahının sonuna çatdıq. Ümidvarıq ki, artıq hər şey aydındır. Əgər hər hansı bir sualınız olarsa, bizə ünvanlamağınızı sizdən xahiş edirik. Hələlik.